Mesela 7. Y'nin üstü x plus pi beraberdir. Pi'nin üstü x plus y olarsa x'i tapın. Həlli. Deməli verilir y'nin üstündə x plus pi beraberdir pi'nin üstündə x plus y. Və bilirsiniz ki, riyaziyyatdan pi də y də sabitdir. Riyazi analizdən məlumdur. Və buradan x'i tapmaq tələb olur. Yəni, bu tənlikdən x'i tapın. Məsələni həll eləmək üçün hər iki tərəfi y əsasla loqaritmləyirəm. Ln y x plus pi bərabərdir ln pi'nin üstündə x plus y. Və buradan qüvvət gəldi qarşıya, burada x plus pi olur x plus pi vuraq ln y sol tərəf verdi və sağ tərəfdə də x plus y qarşıya gəlir loqaritmanın xassəsinə görə x plus y olacaq vuraq ln pi. Və bilirsiniz ki, loqaritma a əsasdan a vahidə bərabərdir. Burada da ln y vahid verdiyindən alırıq, buradan çıxır ki x plus pi bərabərdir x ln pi üstə gəl y vuraq ln pi. Məhsulları bir tərəfə keçiririk. Alıram buradan x çıxaq x ln pi keçirdim sol tərəfə və bərabərdir y ln pi çıxaq pi. Buradan x'i çıxardıram ortaq vuruq kimi. 1 çıxaq ln pi bərabərdir y ln pi çıxaq pi. Və xətti tənlik kimi tapırıq ki, buradan alınır x bərabərdir y ln vuraq ln pi çıxaq pi bölünsün 1 çıxaq ln pi. Beləliklə bu tənlikdə tənliyin kökü x bərabərdir y ln pi çıxaq pi bölək 1 çıxaq ln pi olur.